Hər kəsə salam. Bugün biz say haqqında danışırıq. Say əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə deyilir. Sualları neçə, nə qədər, neçənci, bəzən də hansı sualına cavab verə bilir. Qeyd etdiyimiz kimi say əşyanın miqdarını və sırasını bildirir. Yəni əşya ilə isimlə bağlı olur, ismi izah edir. Bu baxımdan say sifətə bənzəyir. Çünki hər ikisi əşya ilə bağlı olub, əşyanı izah edir. Məsələn, qeyd edək 5 kitab, maraqlı kitab. Maraqlı kitab. Baxın, kitab isimdir, 5 say, maraqlı isə sifətdir. Hər iki söz, yəni həm sifət, həm də say isimlə işləndi, isimlə əlaqədar oldu və onu izah etdi. Həm sifət, həm də say cümlədə təyin olur. Həm sifət, həm də say isimləşə bilir. Yəni yanındakı ismi cümlədən çıxararaq ona müxtəlif şəkilçilər artıra bilərik. Cəm, hal, mənsubiyyət və bu zaman bu nitq hissələri, yəni sifət və say isimləşib cümlədə mübtəda, tamamlıq mövqeyində çıxış edə bilərlər. İndi isə danışaq nədən? Sayın məna növlərindən. Sayın mənaca iki növü var. Miqdar sayları və sıra sayları. Miqdar sayıları əşyanın miqdarını, sıra sayıları isə əşyanın sırasını bildirir. Miqdar sayıları özləri 3 qrupa bölünür. Bunlara aiddir müəyyən miqdar, qeyd edək, müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayıları. İndi biz bunların hamısı haqqında ayrı-ayrı məlumat verəcəyik. Danışaq müəyyən miqdar sayılarından. Müəyyən miqdar sayıları əşyanın konkret miqdarını bildirir. Adından göründüyü kimi müəyyən miqdardan burada söhbət gedir. Sualları neçə, nə qədər? Yəni bunlar konkret miqdardır. Quruluşca həm sadə ola bilir, həm də mürəkkəb ola bilir. Məsələn, 5, 3, 50. Bunlar sadədir. Bir söz görürük biz burada. 15, 113, 350 və s. Bunlar isə quruluşca mürəkkəbdirlər. Yəni mürəkkəb tərkibi. Ayrı yazıldığı üçün mürəkkəb tərkibi hesab olunur bunlar. Mürəkkəb müəyyən miqdar sayıları göründüyü kimi burada artıq 2 və daha artıq sözdən ibarətdir. 2, 3, 4 və daha çox sözdən ibarət ola bilər. Yəni bu baxır biz hansı sayı işlədirik. Müəyyən miqdar sayılarından danışarkən biz onların numerativ sözlərlə işlənib işlənməmə məsələsinə baxmalıyıq. Numerativ sözlər nədir? Sayla ismin arasında gələn sözlərdir.
Bunlara aiddir hansı sözlər? Ədəd, dənə, nəfər, cüt, dəst, metr, litr. Bunlar bu sözlərin əsas vəzifəsi numerativ söz kimi işlənməkdir. Ədəd cansız əşyalarla işlənir. Məsələn, 2 ədəd qələm, dənə də həmçinin, 2 dənə kitab. Nəfər isə daha çox canlılarla işlənir. Buna insan anlayışı aiddir. 2 nəfər oğlan deyə bilərik. Məsələn, cüt bir cüt ayaqqabı, dəst bir dəst kostyum, metr, litr bunlar da həmçinin. Sırf olaraq bunlar daha çox numerativ söz kimi işlənirlər. Digərləri isə həm numerativ söz kimi, həm də digər nitq hissəsi kimi işlənə bilənlərdir. Bunlara aiddir baş, göz, parça, tikə, maşın deyə bilərik. Verə bilərik məsələn, qaşıq sözünü, damcı sözünü. Damcı, yeşik və s. Bunlar həm numerativ kimi verə bilərik bu sözləri, həm də numerativ olmayan söz kimi. Əgər sayla isim arasında gəlibsə, numerativ sözdür. 3 baş qoyun. Yəni bunlar daha çox bu şəkildə olan heyvanlarla işlənir. Məsələn, 3 baş inək, ya bax belə. Burada 3 saydır, qoyun isimdir, baş isə bunların arasında gələn sözdür. Bu numerativ sözdür. Yox, əgər biz burada sayla isim arasında verməsək, məsələn, deyir baş bədənin və yaxud da göz sözünü də verək elə. 2 göz otaq. 2 göz otaq. Baxın, 2 sözü saydır, otaq sözü isimdir, göz sözü nə oldu? Oldu numerativ söz. Sayla isim arasında gəlib. Biz bunları ayrılıqda da verə bilərik. Yəni sayla isim arasında verməsək olacaq. Əsas nitq hissəsi daha çox isim kimi işlənirlər bunlar. Baş bədənin tacıdır. Gözlər onun daş qaşı. Baxın, burada əsas nitq hissəsidir. Və yaxud da parça sözü. Biz verə bilərik bir parça qənd, bu numerativdir. Aldığım parça çox bahalıdır, bu əsas nitq hissəsidir. Tikə sözündə həmçinin bir tikə çörək numerativdir. Amma nəsə bir şey, məsəl üçün tikələmək, yəni tikə etmək, belə. Bu olacaq əsas nitq hissəsi. Maşın sözü. Bir maşın qab-qacaq numerativ sözdür. Maşın minik vasitəsi olaraq versək, maşınla arası getmək olacaq əsas nitq hissəsi. Qaşıq, bir qaşıq su numerativ. Yeməyi qaşıqla yeyirəm, bu isim də əsas nitq hissəsidir. Damcı söz də bu şəkildə, yeşik söz də bu şəkildə. Yəni eyni şəkildə nümunələr vermək olar. Və nədən danışaq biz? Nəfər sözünü əgər sayla isim arasında versək olacaq numerativ söz.
Bunu belə verək. 2 nəfər oğlan. Burada nəfər oldu numerativ. Mən yanındakı ismi çıxartsam, desəm 2 nəfər, baxın bu olacaq. Nəfər sözü adam mənasında, şəxs mənasında isim. Diqqətli olaq. Bir də var numerativ sözün kəmiyyət fərqi əmələ gətirən və yaxud da əmələ gətirməyən növləri. Biz burada nəyə baxmalıyıq? Əgər sayda dəyişiklik edirsə, deyəcək ki, kəmiyyət fərqi əmələ gətirir. Sayda dəyişiklik etmirsə, kəmiyyət fərqi əmələ gətirmir. Məsələn, nəfər, ədəd, dənə, baş, göz və s. Bunlar kəmiyyət fərqi əmələ gətirməyən numerativ sözlərimizdir. Yəni bunları çıxardanda cümlədən heç bir məna dəyişikliyi, say dəyişikliyi baş vermir. Gəlin yazaq ədəddən, bayaqdan nəfərdən danışıram. Elə 2 nəfər oğlanı məsələn çıxardıb 2 oğlan verə bilərik. Sayda dəyişiklik olmayacaq. 10 ədəd kitab. Biz burada ədəd sözünü çıxardarıq. Deyərik 10 kitab. Baxın, sayda dəyişiklik olmadı. Digərləri də o şəkildə. 5 göz otağa 5 otaq deyərəm. 10 baş inəyə 10 inək deyərəm. Yəni heç bir sayda dəyişiklik yaranmaz. Amma digərlərində sayda dəyişiklik baş verir. Məsələn, hansılardır bunlar? Deyək ki, dəstə sözü, maşın sözü. Baxın, yazaq bura. Dəstə. Məsələn, bir gül, bir dəstə gül. Baxın, bir güllə bir dəstə gülün sayı eyni deyil axı. Bir gül bir dənədir. Amma bir dəstə güldə artıq orada dəstə formasındadırsa, ən azı 5-10 gül olmalıdır orada. Yəni bir neçə gül olmalıdır orada. Və yaxud da maşın, məsələn, bir maşın qab-qacaq, bir qab-qacaq. Məsələn, gör nə qədər fərq oldu. Bunlar artıq kəmiyyət fərqi yaratmış hesab olunacaqlar. İndi danışırıq nədən? Qeyri-müəyyən miqdar saylarından. Qeyri-müəyyən miqdar sayları əşyanın adından da göründüyü kimi qeyri-müəyyən miqdarını bildirir. Bunlar dəqiq olmayan miqdardır. Sualları, deməli, neçə sual da var? Nə qədər sual da var? İndi mən bunlar hamısı haqqında ayrı-ayrı danışacağam. Bunların sadələri də var, düzəltmələri də var, mürəkkəbləri də var. Gəlin biz burada çəkək sadələri. Düzəltmə və mürəkkəbləri ayıraq. Sadə, düzəltmə, mürəkkəb. Sadələri bir sözdən ibarət olanlardır. Bunlara aiddir az, çox, bir də xeyli sözü. Düzəltmələr isə kök və leksik şəkilçi biz burada görərik. Larla, lərlə, larca, lərcə, lu, acıq şəkilçisindən istifadə edə bilərik. Çoxlu, onlarla, onlarca da olar. Yüzlərlə, yüzlərcə,
yüzlərcə, minlərlə, minlərcə. Sonra biz verə bilərik burada azacıq sözündə həmin bu acığı şəkilçi kimi azacıq. Baxın, bunlar da şəkilçi olacaq, düzəltmə. Mürəkkəblərdə isə bunlar ayrı yazılanlar da var, defisdə yazılanlar da var. Ayrı yazılanlara aiddir. Biraz, bir çox, bir qədər, bir neçə, bir sıra, az çox. Baxın, bunları defislə yazdıq. Sonra defislə yazanların içində təxmini təqribi qrup da var ki, hansı ki burada məsələn 5-6. 3-4, 5-10 verə bilərik. Ən azlı ən çoxdur. Yəni bu ən az 5-də, ən çox 10-dur. Yəni bunun arasındakı sayı bildirir. Bunlar da mürəkkəb qeyri-müəyyən miqdar saylarıdır. Bunlar normalda nə qədər sualına cavab verirlər. Az nə qədər, çox nə qədər, xeyli nə qədər. Demək olar bunların hamısı nə qədər sualına cavab verir. Sadəcə olaraq bu təqribi təxmini qrup ki dedik. 5-6, 5-10, 3-4, yəni bu defislə yazılanlar, təxmini təqribi saylar. Bunlar nə qədər suala da cavab verir, neçə suala da cavab verə bilir. Məsələn, 5-6 adam gəlib. Nə qədər adam gəlib, neçə adam gəlib. Baxın, verə bilərik. Amma digərlərinə neçə sualın vermək olmaz, nə qədər sualın verə bilərik təkcə. Bir də qeyri-müəyyən miqdar sayları numerativ sözlərlə işlənə bilmir. Sadəcə hansılar işlənə bilir? Həmin bu saydıqlarımız. Yəni təxmini təqribi olanlar. 5-6, 3-4, 5-10, 7-8, yəni təxmini təqribi bildirənlər. İstəsəniz aralarını artıraraq bu numerativ sözləri özünüz də yoxlaya bilərsiniz. Məsələn, mən az nəfər adam deyə bilmirəm. Xeyli ədəd qələm deyə bilmirəm. Amma 5-6 nəfər qonaq deyə bilərəm. 3-4 dənə qələm deyə bilərəm. 5-10 dənə kitab deyə bilərəm. Yəni bunlar deməyim mümkündür. Buradan da diqqətli olaq. Bunu silək indi. İndi isə danışaq kəsr saylarından. Kəsr sayları ya hissəni, ya da burada tam da ola bilər, tamın müəyyən bir hissəsi də ola bilər. Bu şəkildə bildirir. Kəsrin burada məxrəc və sürətini biz görürük. Məsələn, 5-də 4. Dəqiqə. Bəli, biz burada məxrəc və sürət görə bilərik. Məsələn, 5-də 4 yazaq. Tam da görə bilərik. 3 tam 5-də 4. Bunu sözlə yazıram. Yarı elə yarı belə yazdım. Kompüter olaraq sözlə yazdım. 3 tam 5-də 4.
Baxın, bunlar quruluşda heç vaxt sadə ola bilməz. Həmişə mürəkkəb olur. Çünki ən azı 2 söz görürük burada, məxrəc və sürət. Tam da olsa digər, yəni 2-dən daha çox sözlər, 3, 4, 5 və daha çox söz burada ola bilir. Nə qədər sualına cavab verir, bir də neçə hissə sualına cavab verir. 5-də 4 nə qədər və yaxud da neçə hissə. Biz burada dadə yerli kal şəkilsindən istifadəni görürük. Əgər rəqəm yazmaq istəyiriksə, vergül işarəsindən istifadə edirik. Məsələn, 3,75 yazaq. 3,75. Baxın bu şəkildə. Sonra danışaq nədən? Sıra sayılarından. Mən ümumiyyətlə saydan sonra gələn ismin tək cəm olmasından ayrıca danışacağam. Ona görə bir-bir burada qeyd etmirəm. Sıra sayıları əşyanın sırasını bildirir. Neçənci və hansı suallarından birinə cavab ola bilir. Quruluşca düzəltmə və mürəkkəb olur. Sadə olmur. Çünki biz şəkilçi görürük. Biz burada ıncı, inci, uncu, öncü şəkilçisindən istifadə edirik. Əgər sözün sonu saitlə bitibsə, burada da şəkilçidəki saitlər də I, I, U də düşə bilir. Məsələn, 5-ci, bir də 15-ci. Baxın, 5-ci düzəltmədir, kök şəkil işarəndə, 15-ci isə burada 2 söz görürük, mürəkkəb hesab olunur. Sayılar demək olar ki, sayın özündən yaranır. Sadəcə 4 söz saydan yaranmaya da bilər. Bu da sıra sayılarında özünü göstərir. Əvvəl sözündən əvvəlinci yaradırıq, axır sözündən axırıncı, son sözündən sonuncu, filan sözündən isə filanıncı. Baxın, bu sözlər say deyil. Digərlərinin hamısının kökü saydır. Əvvəl sözü isim və zərf kimi işlənə bilir, axır sözü isimdir, son sözü isimdir, filan sözü isə təyini əvəzlikdir. Bunlar isə sıra sayılarına qeyd etdiyimiz kimi özünü göstərir. Sayılar isimləşərkən daha çox sıra sayıları isimləşməyə meylli olur. Sıra sayılarında hansı sual olduğu üçün bu baxımdan sifətə də bənzərlik özünü göstərir. İndi isə danışırıq nədən? Sayın, yox, qoy mən burada sıra sayılarının hələ yazılışından danışım. Biz sıra sayıları necə yaza bilərik, ondan danışım. Müxtəlif cür yaza bilərik. Sözlə yaza bilərik, ərəb rəqəmlərlə yaza bilərik, Roma rəqəmlərlə yaza bilərik. Bax, sözlə yazanda normalca yazacağım birinci. Ərəb rəqəmlərlə yazmaq istəyəndə isə bunu bax, belə də yaza bilərəm. Belə də yaza bilərəm. Belə də yaza bilərəm. Yəni, əgər yarım mötərizə varsa artıq nöqtəyə ehtiyacı yoxdur. Belə də yaza bilərəm. Bu şəkildə də yaza bilərəm. Roma rəqəmləri ilə yazanda isə bu şəkildə birinci yaza bilirəm. Roma rəqəmlərində L 50-ci deməkdir. C 100-cü. D hərfi 500-cü. M isə 1000-ci deməkdir. Və orada qayda belədir ki, bir rəqəmi 3 dəfədən artıq yazmaq olmaz. Ona görə də 4-cü, 5-ci dəfə yazarkən biz artıq
Başqa bir metoddan istifadə edirik. Məsələn, adicə yazaq 4-cü. Keçdik riyaziyyat dərslərinə. 4-cü. Baxın, buna mənim ixtiyarım yoxdur. 4 dəfə belə xətt qoyum. Yəni olmaz. Yazaram, olmaz. Nə edə bilərəm? Bir dənə 1 yazacağam, bir dənə də 5. Baxın, bu 4-cünü bildirəcək. Belə yazsam, əvvəl 5, sonra 1, bu isə 6-cıdır. Səbəb nədir? Odur ki, əvvəl kiçik, sonra böyük gəldikdə biz böyükdən kiçiyi çıxmalıyıq. Çünki kiçikdən böyük çıxanda -4-cü edir. O da elə bir sıra yoxdur da. Böyükdən kiçiyi çıxıb yazmalıyıq. Bu da olacaq 4-cü, yəni sağdan sola. Amma əvvəl böyük, sonra kiçik gəlsə, toplayırıq. Normal qayda üzrə 6-cıdır bu. Yəni çıxmağa ehtiyac yoxdur burada. Məsələn, 40-cı yazmaq istəyərkən 4 dənə belə 10-cu yazmırıq. Olmaz. Bir dənə 10, bir dənə isə 50 yazmaq lazımdır. 10. Bir dənə isə 50-ci yazırıq, bax. 40-cı budur. İndi isə danışırıq sayın isimləşməsindən. Necə ki, sifət isimləşə bilirdi, say da isimləşə bilir. Say isimləşərkən yanındakı ismi, əşyanı ondan uzaqlaşdırırıq və saya əgər isimdə, əşyanın üzərində hansısa bir şəkilçi varsa, əlavə edə bilərik. Cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, hal şəkilçisi və s. Əlavə etməyə də bilərik, əgər şəkilçi yoxdursa. Yəni etmək şərt deyil. Və bu zaman say isimləşəndə artıq say öz sualına cavab vermir, ismin sualına cavab verir, nə sualına cavab verir, cümlədə mübtəda olur. Əgər ismin hallarında işlənibsə, tamamlıq olur. Xəbər olması üçünsə isimləşə də bilər, isimləşməyə də bilər. Çünki sifətdə də həmin xüsusiyyəti biz demişdik. İndi bunların hamısından danışaq. Məsələn, deyir ki, belə bir şey yazaq. 7 rəqəmi ən sevdiyim rəqəmdir. Neçə rəqəmi? 7. Baxın, burada 7 saydır. Rəqəm isə isimdir. Biz burada rəqəm sözünü cümlədən çıxardırıq. Və qeyd edirik ki, 7 ən sevdiyim rəqəmdir. Nə? 7. Baxın, say burada neynədir? İsimləşmiş oldu. Bayaq neçə sualına cavab vermişdi? İndi isə nə sualına cavab verdi? Say isimləşdi, oldu cümlədə mübtəda. Biz ona hal şəkilçisi də əlavə edə bilərik. Məsələn, 2-ni 7-yə vur. Nəyi 2-ni? Nəyə vur? 7-yə. Baxın, burada da tamamlıq olacaq. Xəbər olması üçün isə əgər ayrılıqda şəxs xəbəri şəkilçisi qəbul edibsə, yəni təklikdə başqa bir cəm, mənsubiyyət şəkilçisini qəbul etməyibsə, adətən isimləşməmiş sayılır və yenə də xəbər olur cümlədə. Məsələn, məlumatım çoxdur. Nə qədərdir? Çoxdur. Baxın, xəbər mövqeyindədir say, amma isimləşməyib. İndi isə yazaq ki, günahkar çoxlarıdır.
Çox sözün kökdülər. Burada cəm şəkilçisini biz verdik. Ö şəxs xəbər, ö mənsubiyyət, dır isə şəxs xəbərli şəkilçisini verdik. Baxın, şəxs xəbərli şəkilçisindən əlavə digər şəkilçilərdən istifadə etmişik. Cəm və mənsubiyyət. Kimlərdir? Çoxlarıdır. Baxın, bu zaman deyə bilərik ki, say isimləşib. Çünki say artıq öz sualına cavab vermir. İsmin sualına cavab verir. Ümumiyyətlə, sual vermək lazımdır. Yenə də xəbər mövqeyindədir. Yəni, tək başına xəbərli şəkilçisini qəbul edərək xəbər, daha doğrusu say isimləşməyə bilir. Digərlərini də qəbul etməlidir ki, say isimləşsin. Sonra danışacaq biz nədən? Başqa bir nümunəyə baxaq. Sayın isimləşməsi ilə bağlı. Məsələn, birinci siniflər yeni tədris ilinə hazırdır. Baxın, sinif sözünü, neçənci siniflər? Birinci siniflər. Mən burada sinif sözünü çıxarmış olacağam cümlədən, amma bunun lər şəkilçisini birinci sözün sonuna artıracağam. Birincilər hazırdır. Cümləni bütöv yazmıram. Əsas bizə say lazımdır. Kimlər hazırdır? Birincilər. Baxın, say isimləşdi, isim sualına cavab verdi və cümlədə mübtəda mövqeyində oldu. İndi biz danışacaq nədən? Saydan sonra gələn ismin təkdə və cəmdə olmasından. Müəyyən miqdar saylarından sonra gələn isimlər adətən təkdə olur. Yəni biz 5 qələm deyirik, yazırıq, bunu doğru götürürük. 5 qələmlər demirik. Bu səhvdir. Bu bizim qrammatik normamızı pozur. Amma bəzən müəyyən bir vaxt anlayışını bildirəndə 1000 illər bundan öncə. Baxın. Milyon illər. Bəli. Bu zaman özündən sonra gələn isim cəm şəkilçisi qəbul etdi. Biz buna razıyıq. Yəni, bu qaydaya razıyıq və biz deyirik ki, burada say müəyyən miqdar saydır, amma məzmununda qeyri-müəyyənlik var. Niyə görə? Çünki 1000 illər deyəndə bu ilin nə qədər olduğunu biz konkret olaraq demirik. Yəni, bilmirik nə qədərdir və yaxud da milyon illər deyəndə. Lakin bu qrammatik normanı pozmur. Yəni, qrammatik qayda qanunlarımızı pozmur. Keçək qeyri-müəyyən miqdar sayından sonra gələn isimlərin təkdə və cəmdə olmasından. Qeyri-müəyyən miqdar saylarından sonra əgər, baxın, az sözü, xeyli sözü, biraz sözü, bir qədər sözü. Bunlar özündən sonra gələn ismi təkdə istəyir. Tək isim. Yəni, az adam bu düzdür. Az adamlar səhvdir. Xeyli qonaq düzdür. Xeyli qonaqlar səhvdir. Biraz sözü. Bir qədər sözü, bir neçə sözü unutmuşam. Onu da yazım. Baxın, bir neçə kitab deyirik, bir neçə kitablar olmaz. Bir qədər vaxt deyirik, bir qədər vaxtlar olmaz. Bunlar tək istəyir ismi. Digərləri isə
Bunlar hansılardır? Çoxlu, onlarla, yüzlərlə, onlarca, yüzlərcə, minlərlə, minlərcə və s. Bunlar deməli özündən sonra gələn ismi həm təkdə, həm də cəmdə istəyir. Hər ikisi olar. Çoxlu müəllim, çoxlu müəllimlər, onlarla şagird, onlarla şagirdlər, yüzlərlə tələbə, yüzlərlə tələbələr və s. hər ikisinə icazə veriblər. Onlarla sözündə biraz diqqətli olaq. Bu şəxs əvəzliyi kimi anlaşıla bilər. Təbii ki, cümlənin mahiyyətinə varmaq lazımdır. Onlarla söhbət apardım. Burada saydan söhbət getmir. Təbii ki, kimdənsə bir şəxsdən söhbət gedir. Şəxs əvəzliyidir. Onlarla kitabxanaya gətirildi. Burada isə saydan söhbət gedir. Yəni bu qeyri-müəyyən miqdar sayıdır. Bayaq unutdum. Məsələn 3-5. 3-5 də özündən sonra gələn ismi təkdə istəyir. Yəni bu qeyri-müəyyən miqdar sayının təxmini təqribi qrupudur. 3-5 uşaq məsələn. Uşaqlar olmaz. 5-10 da olar, heç bir problem yoxdur. Məsələn, 5-10 qonaq və s. Bu da təkdə istəyir. Sonra bir sıra bir çox isə sayıları cəmdə istəyir. Özündən sonra gələn ismi cəm ismi istəyir. Baxın, bir sıra şəhərlər, bir çox şagirdlər bu şəkildə olacaq. Sonra sıra sayıları. Sıra sayıları normalda tək isim istəyir, bəzən cəm isim də istəyə bilər. Baxır o hansı sözlə işlənib. Məsələn, 5-ci sinifdə deyə bilərəm. 5-ci siniflərdə deyə bilərəm. Beşinci sinifdə konkret bir sinifdən söhbət gedir. Amma 5-ci siniflər deyəndə artıq əgər bir məktəbdən söhbət gedirsə, həmin məktəbdə 5A, 5B, 5C, 5D, yəni nə qədər 5 varsa, onun hamısından söhbət gedir. 90-cı ildə deyə bilərəm. Bir də 90-cı illər belə də deyə bilərəm. Yəni bəzi sayılarımızda icazə var buna. Sonra danışaq nədən? Sayılarla bağlı müəyyən bir qeydlərdən danışaq. Sayıların özünə məxsus qrammatik şəkilçiləri yoxdur. Bunu deyək. Sonra bəzi sayılar milli sayılar deyil. Bunlar çox az sayılardır. Hansılardır? 0, 80, hər 8 deməkdir, ad isə 10. Yəni 8-10. 80-də Azərbaycan dilində. Sonra milyon, bunlar Avropa mənşəlidir. Milyard. Bir də trilyon sayılardır. Bunlar milli mənşəli sayılar deyil. Sonra müəyyən sayılar var ki, az, çox, xeyli. Biraz, bir qədər.
Əgər biz bunların üstünə isim gətirsək, yəni əşya ilə bağlı versək, bunlar olacaq say. Həmin bu sözlər olacaq say. Yox, bunların üzərinə gətirsək feili olacaq zərf. Yəni hərəkət bildirəcək. Yazaq buradan. Az adam, az, bu tərəfdən yazaq. Yer rahat olsun. Az oxumusan. Az adam. Baxın, adam isimdir. Az sözü olacaq say. Əşyanın miqdarından söhbət gedir. Az oxumusan feildir. Az sözü olacaq zərf. Hər ikisinin sualı nə qədərdir? Burada diqqətli olaq. Əşya ilə bağlıdsa saydır, hərəkətlə bağlıdsa zərfdir. Digərlərinə də aiddir. Bu bütün bunlar məsələn çox kitab saydır, çox bilirəm zərfdir. Bu şəkildə. Burada nəyə fikir verək? Bu sözləri biz amonim götürməyək. Çünki mahiyyət etibarilə mənası eynidir. Sadəcə özündən sonra əşya və yaxud da feilin gəlməyi nəsli olaraq, yəni əşya və hərəkətin gəlməyi nəsli olaraq bunlar say və zərf kimi götürülürlər. Amma yenə də biz bunları amonim kimi götürməyək. Az sözünü amonim kimi götürə bilərik, amma necə? Say və feil kimi meşədə azmaq, feili, yəni yol itirmək, bir də az miqdar bildirəcək say. Yəni bu iki mənada bəli. Bunları amonim götürə bilərik. Digər amonim saylarımız da var. Məsələn, 1 sözü, 40 sözü, 1000 sözü, 80 sözü. Bir sözü say da ola bilir, ədat da ola bilir. Əgər biz onu sayırıqsa, əşyanın sayından söhbət gedirsə, yerinə digər say qoya biliriksə saydır. Məsələn, mən deyərəm 1 qələm, əvəzinə 2 qələm, 3 qələm, 4 qələm, 5 qələm deyə bilərəm. Yazaram 2 qələm. Baxın, burada nə oldu? Oldu say. Digər say əvəzinə verdim və sayın sualıdır. Artıq burada əşyanın miqdarından söhbət gedir. Amma ədat olanda yerinə digər say verə bilmirəm. Çünki say deyil, axı onu sayla əvəz edeyim. Məsələn, sən bir dayan. Götürüb bura 2 verə bilmərəm, 3 verə bilmərəm. Baxın, bu olacaq ədat. Diqqətli olaq. Və yaxud da gözəl bir qız. Gözəl sifət. Qız isimdir. Biri biz say kimi götürə bilərikmi? Qətiyyən yox. Bu olacaq ədat. Sayla sifətin arasında gəlibsə ədatdır. Gözəl 2 qız, gözəl 3 qız. Baxın, burada bir qayda var. Sifət və say hər ikisi isimdən əvvəl işlənir. Gəlin yazaq bura. Gözəl 2 qız yaza bilərikmi? Xeyr, yazaq 2 gözəl qız. Baxın. 2 gözəl qız. Bax, bu qız isimdir. Gözəl necə sifət? 2 isə saydır. Qayda nədir? Qayda odur ki, isimdən öncə sifət və say hər ikisi işlənir. Amma ismin lap yanında gələn, bax bu sifətdir. Görürsünüz, sayı tələyib bu tərəfə qoymayıb ismin yanında gəlsin. Ona görə də siz burada bir sözün say kimi götürə bilməyəcəksiniz. Çünki sifət gəlir durur ismin yanında və sayı o tərəfə atır. Yəni uzaqlaşdırır özlərindən, kənarlaşdırır, atır sol tərəfə. Yəni sifətdən də
sola. Baxın bu şəkildə. Necə ki, iki sözü gözəl sözündən öncə gəlibdi. Yəni gözəl onu özündən sola atıb belə deyək. Bu şəkildə. Ona görə də burada bir sözü gözəl bir qız, mən gözəl iki qız deyə bilərəm. Elə demə. İki gözəl qızdır və iki sözü saydı. Gözəl sözü sifət, qız sözü isə isim. Diqqətli ol burada. Gözəl bir qız desən, gözəl sifətdir, bir ədatdır, qız isə isimdir. Buradan da diqqətli ol. 40 sözünü bilirik, 1000 sözünü bilirik, 80 qorxmaq, yəni səksənmək, diskinmək kimi bir şeydir. Bunlar da amonim sayılar hesab olunacaq. Sayılar söz yaradıcılığında da iştirak edə bilir. Yəni biz sayılardan müxtəlif nitq hissələri yarada bilirik. Gəlin baxaq. Bir sayını yazaq bura. Görək hansı sözləri yarada bilirik. Baxın, birlik yaradaram. Birlik isimdir. Yəni bir sözü saydı, lıqlik şəkilsini artırdım. Saydan nə yaratdım? İsim. Birinci yaradaram, yəni saydan say. Sonra birləşmək. Saydan nə yaratdım? Fiil yaratdım. Başında yox, yanında qeyd eləyəcəm. Sonra birdən sözü yaradaram. Birdən qapı döyüldü. Nə zaman? Bu zaman zərfidir. Birikmək sözü var, yığılmaq. Pulun birikdi bir yerdə, yəni birləşdi, yığıldı. Baxın, bu fiildir. Birincilik sözünü də yazaq bura. Birincilik. Saydan say yaratmışıq. Həmin bu saydan da isim yaratmışıq. Burada diqqətli oluruq. Bir günlük sözü mürəkkəb sözdür. Bir və günlük iki sözün birləşməsindən yaranıb olub mürəkkəb sifət. Birdən ikidən sözü var. Birdən ikidən deyir, mən belə bir söz eşitməmişəm axı. Baxın, bu zərfdir. Bir çox sözü var, bir qədər sözü var. Bunlar da bir çox sözü saydı, bir qədər sözü say və zərf kimi işlənir. Bu belə. İndi yazaq iki sözündə də. İki. Baxın, yaza bilərik ikilik. İkilik isim və sifət kimi işlənir. İsim, sifət. Məsələn, onun xasiyyətində ikiliyi var. Nə var? Bu mücərrəd mənalı isimdir. Sifət kimi də məsələn, ikilik say sistemi. Necə bir say sistemi? Baxın, burada da sifət olacaq. Yəni, belə də işlənir, belə də. Sonra ikinci sözü saydı. İkiləşmək. Nə etmək? Feildir. İkilikdə. Necə, nə cür? Bu isə zərfdir. Bu işi ikilikdə həll etmişik. Sonra az sözünə baxaq. Az sayına baxırıq biz. Yazaq bura sayı.
Feil deyil ha bu. Azlıq yaradaram. Bu mücərrəd mənalı isim olar. Azalmaq yaradaram. Bu olar feil. Azacıq. Say olar. Zərf də ola bilər. Azacıq düşündüm. Hərəkət gətirə bilərəm. Az çox. Bunu da say kimi verə bilərəm. Elə zərf kimi də verə bilərəm. Əşrəf hərəkət gətirə bilərəm özündən sonra. Biraz, bir qədər. Baxın, bu sözləri də yarada bilərəm. Bu da olacaq. Say və yaxud da zərf. Burada azğın sözün verər bizə. Baxın. Azğın düşmən, yolunu azmış düşmən deməkdir. Azğın. Sözün kökü az feilidir. Baxın, say deyil. Az sayın əlaqəsi yoxdur. Feildən yaranmış sifətdir bu. Yolunu azmış bir adamdır. Azğın düşmən. Diqqətli olun buradan. Bir də danışaq. Çox sözündən. Çox. Çox sayından biz yarada bilərik çoxluq. Baxın, bu da azlıq, çoxluq, birlik. Bunlar mücərrəd mənalı isimlərdir. Saydan isim yaratmışıq. Çoxalmaq. Bu feildir. Hərəkət var burada. Çoxlu sözü. Bunu bayaq qeyri-müəyyən miqdar sayıların içində qeyd etdik. Bu da saydan say yaratmış olduq biz burada. Çoxdan sözün yazaq. Bu isə zərfdir. Saydan zərf yaratdıq. Zaman zərfi. Hə, bir də nə yazaq bura? Yazaq çoxdankı. Çoxdankı arzum. Çox, çoxdan, çoxdankı. Baxın, bu saydır. Çoxdan nə zaman? Zərfdir. Çoxdankı arzum hansı arzum? Sifətdir. Biz sifətdə qeyd etdik ki, kök şəkilçisi zaman zərflərinə sifət yarada bilir. Elə çoxdan sözü zaman zərfidir və ki ona qoşularaq zaman zərfinə sifət yaratdım. Bizi testdə bəzən necə çaşdıra bilər? Deyər ki, çoxdankı sözü saydan yaranmışdı. Xeyr, söz zərfdən yaranıb, sözün kökü saydı. Bununla bağlı mən nitq hissələrini keçəndə az danışmışam, amma yenə də danışım. Sözün kökü ilə sözün yarandığı nitq hissəsi bəzən eyni ola da bilər, eyni olmaya da bilər. Əgər sözdə birdən çox leksik şəkilçi varsa, yəni 2, 3, 4, söhbət leksik şəkilçilərdən gedir. Biz qrammatik şəkilçilərini baxmırıq, saymırıq, onların azlığı, çoxluğu bizi maraqlandırmır. Leksik şəkilçilərə baxırıq, sözü kök şəkilçiyə ayırdıq. Sonuncu leksik şəkilçini bağlayırıq. Əlimizdə nə qalıbsa sözün yarandığı söz odur. Məsələn, çoxdan ki, burada biz k-ni bağlayanda, əlimizdə örtəndə, yəni bunu yox sayanda, belə deyək, əlimizdə qalan söz çoxdan sözüdür. Deməli, söz nədən yaranıb? Zərfdən yaranıb. Amma kökü saydı, kökü saydı. Amma saydan yaranmayıb. Saydan yaransa onda olacaq çox ki. Görürsünüz, bu da belə bir şey yoxdur, belə bir söz yoxdur. Diqqətli olun. Sözün kökü ilə yarandığı nitq hissəsi o zaman eyni olar ki, sözdə bir leksik şəkilçi olar. Məsələn, çoxdan sözünün kökü də saydı və yarandığı nitq hissəsi də saydı. Niyə? Mən burada dan şəkilçisini siləndə əlimdə çox sözü qalır. Başqa çünki leksik şəkilçim yoxdur. Bir leksik şəkilçi var. Əgər bir leksik şəkilçi varsa, sözün kökü ilə yarandığı nitq hissəsi eyni sözdür. Amma yox. 4 leksik varsa, 3-cüyə baxıram. 3 leksik varsa, 2-ciyə baxıram. 2 leksik şəkilçi varsa, sonuncunu saxlayıram, atıram daha doğrusu, birinciyə baxıram. Yəni, burada demək ki, onu atıb dana baxdım. Söz zərfdən yaranmış sifətdir.
kökü isə saydır. Diqqətli olun burada. Say haqqında bu qədər. İnşallah ki, hər bir şey demiş oldum. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.